87. Aha, güzel. Bu nədir? Deyir, x-ə 3 verəndə y 0 olub. X-ə 5 verəndə y 3 olub. Deməli, x-ə 5 verir. Y neçə olur? 3. Deməli, 5 plus b oldu a-nın kubu. Baxın, biraz tez yazsam deyin. X-ə 3 verəndə y olub 3. 0. Bak. 3. Onda içəri nə olmalıdır? 1. Logaritma nə vaxt 0 olur? Onda 1'də. mənfi 2. Buradan da b oldu mənfi 2. Onda biz burada hesablamamız mı səhvdir? Deməli olur 5 pi minus 2 bərabərdir a kubu. Yəni a kubumuz oldu 3. Bir nə hesabla f11'i? F11'də qoy burada hələlik a qalsın. B də mənfi 2 idi. Yəni x çıxılsın 2 idi. 11 qoyanda burada oldu 9. Onda biz nə edək? Beyin gedir ki, deyir ki 9'un yerinə a üstü 6 yaz. Köşkdən qatıram da. Deməli bunun cavabı nə edəcək? Və a kubu 3'dürsə 9 nə olacaq? Kvadrata yüksəlt. Anladınız?